سخنگویان دولت شریر آمریکا هی تکرار میکنن که ما در کنار مردم ایرانیم. دروغ میگید. اگر در کنار مردم ایران هم باشید برای این است که خنجر زهرآلود خود رو به سینه مردم ایران فرو کنید. ...1356-cı ilin İslam İnqilabı ərəfəsində zalim rejim onu tutaraq son dərəcə pis davranışla bir neçə gecəlik zindanda saxladıqdan sonra İran şəhrə sürgün edir. Amma sürgündə olmaq və İran şəhrin boğucu və isti ab-havası bu cihad və mübarizə insanını aram etməyə aciz idi. Ayətullah Xameneyi orada fürsətdən istifadə edərək İran şəhrin mübariz qüvvələrinin və Şiyə-Sünni qardaşların arasında vəhdət və birlik yaratmağa çalışırdı və çox böyük müvəffəqiyyətlərə nail olmuşdu. Şahın xarabaya çevirdiyi bu əyalətin cəmaatı ilə görüşüb söhbət etmək, təbliğ müşküllərini və məhrumiyyətlərini aradan qaldırmaqda, onların nəzərlərini imama, ruhaniyyətə, İslam inqilabına cəlb etməkdə mühüm rol oynayır. Təsadüfən o ildə İran şəhrə sel gəlir və cəmaatın çox hissəsinin evsiz eşiksiz qalmasına və çoxlu ziyan görməsinə səbəb olur. Ayətullah Xameneyi Firdovs və Konabaddakı təcrübələrindən istifadə edərək ruhani və tələbələrdən bir qrupunu bəsic edir. Könüllü şəxslərin nizamlı birliyi və ruhaniyyət yardım qrupunu yaradır. Bu qrup cəmaata o qədər yardım göstərir, təbliğ edir, onları ürəkləndirir ki, Savak vəhşətə düşərək onu çağırır. Rəis Ayətullah Xameneyiyə deyir: "Dünən şəhərin polis idarəsində Savaka dedim ki, görün siz nə qədər qabiliyyətsiz adamsınız ki, indiyə kimi heç bir iş görməyibsiz. Baxın görün bir sürgüncü burada nə qiyamət edib." Bu sürgün 1357-ci ilə kimi uzanır və bu ildə inqilabın yüksək mərhələyə yetişməsi və vəziyyətin nəzarət altından rejimin əlindən çıxması ilə Ayətullah Xameneyi Məşhədə qayıdır və əvvəlkindən də artıq fəaliyyət göstərməyə başlayır. Şək yoxdur ki, inqilabın qələbəsindən sonra onun mühüm dayağı olan və idarə olunmasında əsas rol oynayan rəhbərlik məqamından sonraki yeri İslam İnqilabı Şurası tutur. Şəhid Ayətullah Behişti bu barədə deyir: "İnqilab Şurasının ilk özəyi, hansı ki İmam Parisdə təyin etdi, bu 5 nəfərdən ibarət idi. Haşimi Rəfsəncani, Mütəhhəri, mən özüm, Musəvi Ərdəbili, Doktor Bahünər." Hüccətül İslam vəl-Müslimin Haşimi Rəfsəncani bu barədə deyir: "İmam Parisdə olarkən 5-6 nəfəri təyin etmişdi ki, bir yerə yığışıb hökumət və gələcək dövləti idarə etsinlər. Onlardan biri mən idim. Biri şəhid Mütəhhəri idi ki, imamın peyğamını gətirmişdi. O biriləri də şəhid Behişti, Musəvi Ərdəbili, şəhid Bahünər idilər ki, Cənab Xameneyi də sonralar Məşhəddən gələrək bizə qoşuldu." Ayətullah Xameneyi bu barədə deyir: "Məşhəddə olarkən şəhərin işlərinə başım yaman qarışdı.
Oradakı qardaşlarla birgə cəmaatın böyük ümumi cəryanlarında biz də vardıq və fəaliyyət göstərirdik. Mərhum şəhid Mütəhhəri bir neçə dəfə birbaşa və ya vasitə ilə mənə çatdırdı ki, gərək Tehrana gedəm. Mən elə bilirdim ki, öz adi işlərimizə görə gərək Tehrana gedəm. Çünki bizim müştərək olan elmi, ideoloji, siyasi işlərimiz çox olardı. Heç fikirləşmirdim ki, İnqilab Şurasına görədir və deyirdim ki, gələrəm. Lakin Məşhəddə işin çoxluğundan vaxt edib gedə bilmirdim. Axır ki, Parisdən xəbər göndərdilər ki, imam əmr edib mən Tehrana gedəm. Hiss etdim ki, necə çox mühüm bir məsələdir. Məxsusən Mütəhhəri bir dəfə telefonda mənimlə danışaraq əsəbi halda dedi ki, nəyə görə Tehrana getmirsən və nəyi gözləyirsən? Tehranda mənə dedilər ki, şəhid Mütəhhərinin mənzilində bir yığıncaq var. Get oraya. Orada İnqilab Şurasının bütün üzvləri iştirak edirdilər. Və mən xəbər tutdum ki, İnqilab Şurasının üzvüyəm. Bunu o vaxta kimi bilmirdim. Əlbəttə, İnqilab Şurası zamanın tələbinə görə başqa siyasi xətlərdə olan adamlardan da üzvlüyə qəbul etdi və tədricən onların əsl sifətləri aydın oldu. Amma İnqilabın əsasını təşkil edənlər, meyarları, hüdudları və üsulları hifz edənlər elə həmin saydığımız qardaşlar idilər. Onlar Bəni Sədr kimi liberal adamlarla müqavimətdə hər cür çətinliklərə dözdülər və səylə bütün işləri qaydaya saldılar. 56-57-ci illərdə tətil və nümayişlərin ən özəyi Ayətullah Şəhid Behişti, Ayətullah Şəhid Mütəhhəri, Şəhid Bahünər və onların dostlarının müdiriyyəti ilə idarə olunurdu. Uzaq şəhərlərdə olan dəstələri də Ayətullah Şəhid Səduqi, Ayətullah Şəhid Dəstxeyb kimi ruhanilər təşkil edirdilər və mərkəzdə yerləşən özəy dəstələri ilə əlaqə saxlayırdılar. Xorasan əyalətində olan mübariz ruhaniyyətin ən görkəmli şəxsiyyəti Ayətullah Xameneyi idi ki, bütün tətil və nümayişlərin mərkəzində qərar tuturdu. Bu hadisələr şahın qaçması və İmam Xomeyninin qayıtması ilə nəticələndi. İmamı qarşılama işlərini idarə etmək üçün Rifah mədrəsəsinin nəzdində İmamı qarşılama komitəsi təşkil olundu. İmam gəldikdə Rifah və Ələvi mədrəsələrində müxtəlif komitələr təşkil olundu. Bu komitələr nəzmlə və ciddiyyətlə işə başladılar. Ayətullah Xameneyi imamın təbliğat dəftərinin məsuliyyətini öz öhdəsinə götürdü və bu çox sahəli, zəhmətli işin öhdəsindən bacarıqla gəldi. O günlər hər yerdə təbliğatçıya çox böyük ehtiyac var idi. Təbliğat dəftəri imamla görüşmək istəyənlərin qarşılanması, onların görüşlərinin tərtibi, xəbər agentliklərinin tənzimi ilə də məşğul idi. Bundan əlavə, köhnə rejimin 2000 illik əsaslarını süpürüb atdığı bu həyəcanlı günlərin xatirəsi gərək ayrıca bir kitabda yazılsın. Amma bütün bu xatirələrin arasında birini və hamısından mühüm olanını burada qeyd etməyi lazım bildik ki, bu hadisə şücaətli və fədakar ruhani Ayətullah Xameneyi tərəfindən düşmənlərin hilələrinin boşa çıxmasına bir sübutdur. Zalım rejimin axır günlərində kommunistlər bu fikrə düşdülər ki, yaranmış fürsətdən istifadə edərək öz ünsürlərini bir yerə toplasınlar və İslam inqilabını xalq demokratik inqilabına çevirsinlər. Bu fikirlərini həyata keçirmək üçün ən münasib yeri Kərəc şossesindəki General Motors'un zavodunu qərara aldılar. Çünki ora həm dindar və müsəlman xalqın qiyam mərkəzi olan Tehrandan uzaq idi, həm də kommunist və inqilaba zidd olan başqa qüvvələri məzhəbi cəmaatın gözündən uzaq olaraq orada səfərbər edə bilərdilər. Onlar öz xam xəyallarına görə Tehrana həmlə edərək həssas mərkəzləri tutub kommunist hökumətini yaratmaq istəyirdilər. Lakin onların bütün planları boşa çıxdı. Əlbəttə, Bəhmənin 19-u 22-sində
bu həssas günlərdə onlar ölüb getməkdə olan rejimə çox böyük bir kömək edə bilərdilər və cəmaatın müvəffəqiyyətini təxirə salaraq rejimə yeni planlar cızmağa fürsət yaradardılar. Onlar komünist fikirlərə malik olan 500 tələbə və işçini zavoda yığaraq təhrik edici nitqlərlə zavod işçilərini də öz tərəflərinə cəzb etdilər. Sonra isə qəzetlərdə elan verərək bütün demokratik və xalq qüvvələrini dəvət etdilər ki, onlara qoşulsunlar. Bu xəbər imamın təbliğat dəftərinə yetişdikdə bir neçə alim və sonralar 7 tir xalqa qarşı törənmiş cinayətlər, şəhidlərindən olan şəhid Diyaləmə ora ezam olundular. Amma komünistlərlə bacara bilmədilər. Ayətullah Xameneyi də oraya gedir. İkinci dəfə özü sürdüyü maşınla və nahar yeməmiş halda zavoda tərəf hərəkət edir. Yolda bir qədər pendir çörək alıb elə maşındaca yeyə-yeyə zavoda gəlir və qısa bir söhbət edərək qayıdır. Amma Bəhmən ayının 20-si iş çox xətərli bir mərhələyə çatır. 500 kommunist və zavodun 800 işçisi bir yerə toplaşaraq silahlanmaq və vətəndaş müharibəsi etmək təhlükəsi yaradırlar. Buna görə də şəhid Diyaləmə imamın təbliğat dəftərinə gələrək deyir: vəziyyət çox xətərlidir və ciddi bir çarə fikirləşmək lazımdır. Bu işin öhdəsindən gələn bir şəxsi oraya göndərmək lazımdır. Ayətullah Xameneyi bu işi şəxsən öz öhdəsinə götürür və tez zavoda gəlir. Fah mədrəsəsindən Hizbullah bir qrup da ona kömək etmək üçün ezam olunur. Ayətullah Xameneyi günortadan sonra zavoda çatır. Cəsarətlə tribunanın arxasına keçir. Söhbətə başlayaraq suallara cavab verir və kommunistləri çox şiddətlə məhkum edir. Buna görə də onlar düşdükləri pis vəziyyətdən çıxmaq üçün birlikdə kommunist nəğmələri oxumağa başlayaraq əllərini bir-birinə vururlar. Amma Ayətullah Xameneyi tribunadan düşməyərək söhbətini davam etdirir. Şam namazının vaxtı çatdıqda isə azanı və cəmaat namazı qılacağını elan edir. Kommunistlər görəndə ki, vəziyyət onların zərərinə dəyişir, Ayətullah Xameneyinin sözləri işçilərin qulağına çatmasın və həqiqəti başa düşməsinlər deyə işıqları söndürürlər. Qaranlıqda Ayətullah Xameneyi mikrofonu dostlarından birinə tapşıraraq bərkdən qışqırır ki, narahat olmayın, bu bir şey deyil, siz mənə qulaq asın. Sonra stolların üstü ilə birindən o birisinə keçərək söhbət etməyə, işçilərin gözünü açmağa başlayır və deyir: necə olursa olsun, biz cəmaat namazı qılacağıq. Kommunistlər mübahisəyə başlayırlar. Onlardan birisi güya zavod işçisi kimi fəhlə paltarında sual verməyə başlayır. Ayətullah Xameneyi deyir: hələ sən işçi vəsiqəni göstər görüm. Həmin şəxs vəsiqəsini göstərə bilmir və məsələ aydınlaşır. Bir neçə nəfəri bu yolla ifşa etdikdən sonra fikirləşir ki, əksəriyyəti müsəlman və məzhəbi etiqada malik olan işçiləri kommunistlərdən ayırmağın vaxtı yetişmişdir. Və bunun da ən gözəl yolu cəmaat namazıdır. Elə buna görə də elan edir ki, hər kəs müsəlmandırsa cəmaat namazı qılmağa gəlsin. Axır ki, təqribən 8:30 radələrində məğrib vaxtından 2 saat sonra Ayətullah Xameneyinin imaməti ilə zavodun həyətində cəmaat namazı təşkil olunur. Zavodun işçiləri namaza gəlirlər, lakin kommunistlər salonda qalırlar. Namaz qıldıqda Ayətullah Xameneyinin ürəyə yatan və xoş səsi işçilərin halını dəyişir. Namazdan sonra oxunan dua isə səhnəni tamamilə dəyişir. Bu fürsətdən istifadə edərək Ayətullah Xameneyi işçiləri zavodun məscidinə dəvət edir. Onlar məscidə gəldikdə Rifah mədrəsəsindən gələn Hizbullahlarla birləşirlər və Ayətullah Xameneyinin rəhbərliyi ilə kommunistlər əleyhinə çıxışlar edirlər. Səhəri gün zavod işçilərinin özləri onları kötəkləyərək zavoddan çıxarırlar. Beləliklə, İnqilabın qızğın vaxtı
baş verməsi gözlənilən bu fitnə və vətəndaş müharibəsi qorxusu Ayətullah Xameneyinin bacarığı və fədakarlığı sayəsində yatırılır. Qeyd olunması mühüm nöqtələrdən biri də budur ki, Ayətullah Xameneyi bu xətəri dəf etmək üçün o gecə sübhə kimi fəaliyyət edərək düz 7 saat ayaq üstə qalır. İmamın təbliğat dəftərinin gördüyü yaxşı işlərdən biri də İmam jurnalının buraxılışı idi ki, Həzrət İmamın Tehranda qaldığı günlərin xatirəsi olaraq bir neçə nömrəsi çapdan çıxdı. Ayətullah Xameneyinin bu yadigar jurnalda bir neçə məqaləsi nəşr olundu. Maraqlı burasıdır ki, 22 Bəhməndə radionun cəmaatın ixtiyarına keçdiyi gün orada oxunan birinci məqalə Ayətullah Xameneyinin birinci qələbədən sonra başlığı altında yazdığı məqalə oldu. 1358-ci ildə Ayətullah Xameneyi Sistan və Bəluçistan əyalətinə ezam olunur və məhrumiyyət və əziyyətdə olan cəmaata çox böyük kömək edərək oranın vəziyyətini qaydasına salır. Ayətullah Xameneyi 1358-ci ildə Müdafiə Nazirliyindəki İslam İnqilabı Şurasına nümayəndə seçilir. Sonra Müdafiə Nazirinin muavini məsuliyyətini də qəbul edir ki, bu vəzifələrdə etdiyi xidmətlərdən biri haqqında özü belə buyurur. Müvəqqəti hökumət bu nəticəyə gəlmişdi ki, sərvətli, qüdrətli və bizimlə heç bir işi qərəzi olmayan Amerika dövləti ilə çəkişməyimizin heç bir əsası yoxdur. Bir sözlə, demək istəyirdilər ki, nə üçün ağrımayan başımıza dəsmal bağlayaq? Bu fikrin müvəqqəti hökumətə xeyri vardır. Məsələn, biri bu idi ki, deyirdilər, qoyun Amerikalılar İranın daxilində qalsın. Hərbi hava qüvvələrində bir neçə Amerikalı var idi ki, heç bizim də o vaxtacan xəbərimiz yox idi. Müdafiə Nazirliyinin Ali Şurasında mən o vaxtlar o şuranın üzvü mühəndis Bazərgan isə rəisi idi. Ünvan olunmuş məsələlərdən biri Amerikalıların İranda qalmaq məsələsi idi. Hərbi Hava Qüvvələri İdarəsində yerləşən Amerikalılar bir fikir irəli sürürlər ki, əgər bizim idarəmizin Nizami Qüvvələr adı daşıması sizin xoşunuza gəlmirsə, biz idarəmizin adını dəyişərik və 4 dənə yeni ad da qeyd edirik. Ayətullah Xameneyi onların bu sözlərindən çox əsəbləşir və çox şiddətli müxalifət etdiyinə görə müvəqqəti hökumət Amerikalıları ad dəyişdirmək bəhanəsi ilə İranda saxlaya bilmir. Ayətullah Xameneyi həmişə cavan və tələbə nəslin diqqət mərkəzində idi və imamın göstərişlərinə əsasən tələbələr ona müraciət edərək öz suallarına cavab alırdılar. 1359-cu ildə Ayətullah Taliqani vəfat etdikdən sonra İmam Xomeyni Ayətullah Xameneyini Tehranın İmam Cüməsi vəzifəsinə təyin edir. İmam Xomeyni bu əmrinin bir yerində deyir. از 15 خرداد تا کنون آنچه شده است، آنچه تحقق پیدا کرده است، با فعالیت همین قشر و جان نثاری همین جمعیت و با خون دادن همین طبقه بوده است. اینها حق دارند در همه چیزهایی که باید تحقق پیدا بکند رأی بدهند. اونهایی که در خارج بودند و حالا آمدند و آنهایی که در خارج صف بودند و حالا وارد صف شده‌اند هیچ حقی در این نهضت ندارند. از 15 خرداد تا حالا که آمدیم خون دادیم، یعنی شما خون دادید، من که نشستم اینجا منم هیچ حقی ندارم. خاک بر سر من که بخوام استفاده عنوانی از شما بکنم، خاک بر سر من که بخوام خون شما ریخته بشد و من استفادهش را ببرم.
İslam Şurası Məclisinin əvvəl dövrəsinə seçkilərin başlanması ilə Ayətullah Xameneyi Tehran Mübariz Ruhaniləri, İslam Respublikası Partiyası, İslam İnqilabı Mücahidləri Təşkilatı, bəzi başqa İslami cəmiyyətlər və qruplardan təşkil olunmuş məclisin nümayəndəliyinə namizəd olur. Çox böyük bir göstərici. 1.400.000 rəylə nümayəndə seçilir. 1359-cu ildə İraqın Bəs rejiminin İslam İnqilabı əleyhinə hücumunun başlanması ilə eyni vaxtda İmam Xomeyni tərəfindən Müdafiə Nazirliyinin Ali Şurasında onun müşaviri vəzifəsinə təyin olunur. Bu zaman cəbhələrə gedərək Şəhid Şamran ilə birlikdə partizan qruplarını təşkil edir ki, bu qruplar müharibənin əvvəllərində İraqın Bəs rejiminin ordularının qarşısında duran yeganə qüvvələr idi. 1360-cı ilin tir ayının 6-sı Əbu Zər məscidində söhbətə məşğul ikən münafiqlərin sui-qəstinə məruz qalaraq şiddətlə yaralanır və xəstəxanaya gətirilir. Amma mütəal Allah onun bərəkətli vücudunu İranın müsəlman millətinə xidmət etmək üçün hifz edir. Ayətullah Xameneyi tezliklə sağaldıqdan sonra keçmişdəki kimi zövq və şövq ilə müxtəlif səngərlərdə öz vəzifəsini yerinə yetirməyə başlayır. Bu sui-qəsddən sonra Həzrət İmam Xomeyni Ayətullah Xameneyiyə belə bir məktub yazır. Siz ki, Rəsul-i Əkrəmin sülaləsindən, Hüseyn İbni Əlinin övladlarındansınız və İslama xidmət etməkdən savayı heç bir günahınız yoxdur. Müharibə meydanında fədakar əskər, mehrabda öyrədən müəllim, cəmaat, cümə namazlarında bacarıqlı xətib və inqilab səhnəsində ürəyi yanar yol göstərənsiniz. İslam inqilabı düşmənləri sizə qarşı etdikləri sui-qəsddə öz siyasi təfəkkürlərinin ölçüsünü, xalqın necə tərəfdarı olmalarını və zülümkarlarla necə müxalifət etmələrini göstərdilər. Onlar sizə sui-qəsd etməklə bütün ölkədə, bəlkə də dünyada olan milyonlarla fədakar və vəfadar insanların qəlblərini yaraladılar. Onlar siyasi baxımdan o qədər binəsibdilər ki, sizin məclislərdə, cümə namazlarında, millət qarşısındakı söhbətlərinizdən sonra düşünmədən bu cinayətə əl atdılar və elə bir adamı sui-qəsd etdilər ki, onun düzlüyə, yaxşılığa dəvət səsi dünya müsəlmanlarının qulağında səslənir. Onlar bu qeyri-insani əməlləri ilə hədə-qorxu gəlmək əvəzinə milyonlarla müsəlmanın əzmini daha da qəti və onların səhvlərini daha da sıx etdilər. Bütün bu vəhşi əməllərə, bu cinayətlərə görə aldanmış cavanların, düşmənlərin xəyanət tələlərindən qurtulmalarının, həmçinin ata-anaların öz əziz cavanlarını cinayətkarların meyillərinə qurban vermək və onların cinayətlərində iştirak etməkdən çəkindirmələrinin vaxtı gəlib çatmadımı? Məyər bilmirsiniz ki, cavanlarınızın canı bir ovuc cinayətkarların istəyi ardınca əldən gedir? Biz mütəal Allahın və onun haqq olan vəlisi Həzrəti Bəqiyyətullahın, canımız ona fəda olsun, huzurunda iftixar edirik ki, cəbhədə və cəbhə arxasında elə əskərlərimiz var ki, gecələri ibadət mihrabında, gündüzləri də haqq taala yolunda cihad etməklə keçirirlər. Əziz Xameneyi, mən sizi təbrik edirəm ki, müharibə cəbhələrində əskər geyimi ilə, cəbhə arxasında isə ruhani geyimi ilə bu məzlum millətə xidmət edirsiniz. Allah Taala'dan istəyirəm ki, sizin salamatlığınızı tezliklə özünüzə qaytarsın. Tək ki, İslam və müsəlmanlara xidmət edəsiniz. Şəhid Ayətullah Doktor Behiştinin özünün şəhadətindən bir neçə saat qabaq ona göndərdiyi teleqramda belə deyir. İslam inqilabı düşmənlərinin bu qardaşı etdikləri sui-qəsd bir daha göstərdi ki, onlar öz qəddar məqsədləri yolunda heç bir cinayətdən çəkinməyəcəklər. Lakin onların bütün bu təlaşları
ayağa qalxmış millətin qəzəbini daha da artırır və nəticədə düşmənlər cəmiyyətdən sıxışdırılıb çıxarılacaqdır. Allah Teala'dan istəyirəm ki, sağlamlığın nemətini tezliklə bu mücahid qardaşa qaytarsın və o, yenə də İslam səngərində öz cihadını davam etdirsin. Cənab Rəcai və Bahünərin şəhadətindən sonra ruhaniyyət və sair inqilabi təşkilatlar tərəfindən Respublika rəyasətinə namizəd olur və prezident seçkilərində misli görünməmiş səs çoxluğu ilə İran İslam Respublikasının 3-cü prezidenti vəzifəsinə seçilir. Onun bu vəzifəsi bir zamanda başladı ki, ölkə çox həssas və çətin bir şəraitdə idi. Cənab Behişti başda olmaqla 72 nəfərin, Rəcainin, Bahünərin, İvin zindanında Kəçuinin şəhadətləri, dalbadal baş verən terrorlar, partlayışlar və onlardan əmələ gələn vəziyyət, Bəni Sədrin prezidentliyinin pis təsirləri, Səddamın ordusu tərəfindən ölkənin mühüm hissəsinin işğal olunmasından irəli gələn müşküllər və iqtisadi mühasirə, hamısı əl-ələ verərək ölkədə çox çətin bir vəziyyət əmələ gətirmişdi. Allaha çox şükür ki, imamın rəhbərliyi, məhsulların çəkdiyi, xüsusilə 2 dəfə ardıcıl olaraq prezident seçilmiş Ayətullah Xameneyinin və millətin fədakarlığı sayəsində bugün İran xalqı 8 ildən sonra beynəlmiləl qüdrət surətinə gəlmiş və kifayət qədər sabitlik əldə etmişdir. Allah düşmənləri və inqilaba zidd ünsürlər isə xar və zəlil olmuşdur. Tehranın İmam cüməsinin düşmən beli sındıran cümə namazında etdiyi dəyərli çıxışı, İslam marifi, siyasi təhlillər və dəyərli hidayətlər məcmuəsidir. Onun tarixi cümə namazında şövkətli və cəsarətli qəhrəmanlığı heç vaxt yadlardan çıxmayacaq. Namaz qılanların arasında bombanın partlaması ilə neçə nəfər şəhid olur və onlarla adam yaralanır. Partlayışın dalğası cümə namazının yerini silkəliyir və düşmənlərin son dərəcə inkişaf etmiş təyyarələri cəmaatın başları üstündə uçaraq bombardmanla hədəliyir. Lakin İmam cümənin ruhi qüdrəti, qəlbinin sakitliyi və ilahi köməklər sayəsində namaz qılanlar yerlərindən tərpənmirlər. Səhvlər yenə də həmin tərtiblə dəyişməz qalır. İmam yeni il üçün göndərdiyi xəbərində bu hadisəyə işarə edərək buyurur. Cümə günündə olan o əzəmətli, nuraniyyətli və qəhrəmancasına hadisəni heç vaxt yadımdan çıxartmaram. Partlayışların o qorxunç səsləri müqabilində bir belə aramlıq, bir belə sakitlik. Mən məxsusən baxırdım ki, görüm cəmaatın arasında vəziyyət necədir. Lakin bir nəfər belə görmədim ki, qorxub yerindən tərpənsin. Cəmaat İmam cümənin o şücaətli söhbətinə çox diqqətlə qulaq asdı və şüar verdi ki, biz şəhadət üçün gəlmişik. Bunlar hamısı Ali qədr ruhani və Allah yolunda mücahid olan Ayətullah Xameneyinin həyatına dair müxtəsər bir baxış idi. İslam inqilabının rəhbəri və mərcəyi Ali qədr olan Xameneyini İmam Xomeyni çox yaxşı tanıyırdı. Xameneyi Həzrəti Peyğəmbərin və Hüseyn İbni Əlinin nəslindəndir. O, salih mütəfəkkir və möhtərəm alimdir. Çox fəhimli və düşüncəlidir. O, mübariz İslam xəttində, din və siyasətdə bilicidir. Onun gözəl keçmişi var və elmdə, əməldə layiqli bir şəxsdir. İslam və ölkəyə xidmətçidir. Döyüş səhnəsində fədakar əskərdir. Mehrabda öylədən müəllim, cəmaat və cümə namazında bacarıqlı xətibdir. İnqilab səhnəsində ürək yandıran göstəricidir. Hüccətül İslam vəl-Müslimin Haşimi Rəfsəncani nəql edir. Bir dəfə baş nazir Hacı Əhməd
və üç qüvvənin başçılarının iştirakı ilə imamın huzurunda idik. Bizim imama sözümüz bu oldu ki, sonralar əsasnamə ilə müşkülümüz olacaq. Çünki rəhbər boşluğu əmələ gəlməsi ehtimalı vardır. İmam dedi, rəhbər boşluğu əmələ gəlməyəcək və sizin adamınız var. Soruşdular, kimdir? İmam Ayətullah Xameneyini göstərərək dedi, bu, Xameneyi ağa. Bir gün mən imamın xüsusi xidmətinə getdim. Biraz açıq söhbət etdiyimə görə imamdan sonra əmələ gələcək müşküllər və onun yerində kimin olacağı barəsində soruşdum. Yenə də imam açıqca dedi, sizin aranızda Ayətullah Xameneyi kimi bir şəxs var. Niyə başa düşmürsünüz? Hacı Əhməd ağa nəql edirdi ki, Ayətullah Xameneyi Şimali Koreyaya səfər edən vaxt imam televiziyada verilən xəbərlərə baxırdı. Görəndə ki, cəmaat Ayətullah Xameneyini necə qarşılayır, o da necə gözəl söhbətlər edir, dedi. Doğrudan da onun rəhbərliyə ləyaqəti vardır. Bütün bunlar və həmçinin imamın Ayətullah Xameneyiyə xitabən buyurduğu, sən hər dəfə səfərə gedəndə mən çox nigaran qalıram ki, nə vaxt qayıdacaqsan. Çox səfərə çıxma. Kəlamını nəzərə aldıqda görürük ki, hamısı Haqq Taalanın ilahi və qeybi ilhamlarından idi. İmam Xomeyni Haqq dərgahına qovuşduqdan sonra o həzrətin yol göstərmələrindən ilham almaqla Xübrəqan Məclisinin ayıqlığı sayəsində Ayətullah Xameneyi İslam inqilabının rəhbəri məqamına seçildi.